Demək, mən alış-verişi çəkəndən sonra pay gəldi. Bunu Qubadan gətirdilər. Pomidor, pomidorlardır. Bunları marezilka üçün qoyacağım qəşəng yarısında yeməyə. Çünki pomidor turşusu eləmişəm artıq. Bunları isə qaynanəm göndərib. Payı çox olsun. Hər kəsin, pay göndərən hər kəsin. Kartofdur. Bunları isə hələ bilmirəm. Sizinlə birlikdə açacaq. Görək nə var. Pomidor. Bu pomidorlar o qədər ləzzətlidir ki, çəhrayı pomidorlar, salata mühtəşəmdir də həqiqətən. Hər il bu vaxt qaynanam göndərir, Allah kömək olsun. Və doyunca, yəni salata bunu yeyirik də, şirin olur. Çünki dərman filan istifadə etmir. Ona görə. Görək bunda nə var? Göyəmlə zoğal. Göyəm, zoğal. Bir də burada belə zoğal var. Bundan kompot yaxşı olur. Bundan isə vareniya bulaq dəyibdir, qəşək. Super. Bunda nə var? Həqiqətən pay çağırır deyirlər. Yəni o gəldi, ondan sonra da bunlar gəldi. Həmişə məndə belə olur. Yəni bir pay göndərən kimi təkib dalbadan pay gəlir. Bu süddir. Canım. Süddə qoyub. Sonra lavaşda qoyub. Bu lavaşları özü edir onu. Quru saxlayır. Sonra belə yemək lazım olanda ısladır. Bu bağının şeylərindən də almalarından. Burada nə var? Bunu bilmədim nədir. Bu isə pendirdir. Xiyarda. Bunları da sizin için çəkeyim. En güzel paylardan biri. Artıq ertəsi gündür. Alışverişimin pomidorları yudum, ayırdım. Yəni bunları soyacağım qabığını, çığırtmalıq kimi doğrayıb marezilkaya qoyacağım. Bunları fərqli doğrayacağım. Xırda da, iri də doğramaq fikrim var. İndi baxacağım, əgər az olsa yenə alıb əlavə qoyacağım. İndi pomidordur. Baxıram ki, pomidor biraz çoxdur marezilka üçün. Biraz suyum qaynayır. Bəlkə bir-iki dənə turşu da elədim, bilmirəm. Turşu eləmişəm, düzdür. Ama pomidor da çoxdur. Yeməyə zaten saxlamaq olardı. Artıq rayondan da gəlib deyə salata xarab olma ehtimalı var. Baxacam gedişatına. Ona görə eləyəcəm. Demək ki, dünən artıq pomidorlar, biberlar elədim. Vaxtım olmadı çəkməyə. Təsəvvür edin, o bir yeşik pomidordan sadəcə 1 kilo ayırdım. Qalan hamısı buradadır. Çünki belə şey eləyəndə, doğrayıb soyanda az qalır da. Bunları belə yarı 4 yerə böldüm, qoydum. Qazan kotleti, sonra buğlamalar üçün. Belə hər iki biberdən. Sonra belə biber doğrayıb ya. Ama biber yenə yiyəcəm, çünki mən biber çox işlədirəm. Bir də burada 2 cür istifadə etdim. Elə bir ki, pomidoru bu 3 dənəsini soydum eləcə. Doğradım. Bunu isə qaynar su töküb elədim. Qaynar su tökən çox belə suya çıxır. Amma bu dəndən qalır da. Bu daha yaxşıdır. Nəinki bu. Çünki heç vaxt belə eləmirdim. Daha gördüm hamı eləyir, mən də elədim, amma xoşuma gəlmədi də. Yəni çox suya çıxır, həddindən artıq. Amma belə gözəl dəndən olur. Qışda da istifadə edəndə belə vurursan hər iki üstündən, su aralanır bir-birinə. Sonra burada da o pay gələn meyvələrdən, zoğaldan sabah kompot eləyəcəm.
Buna bir banka ayırıram, elə bir yığım, bir banka sonra yuyub buna turşu edəcəm. Göyəm, bunlardansa kompot. Görək necə. Bugün çox iş görmüşəm, yorğunum, sabah davam edəcəm. Bir də əncir mürəbbəsi eləyirəm. Elə bir ki 6 kilo, 3 kilo bunda, 3 kilo da başqa ləyəndə qaynadıb qoymuşam artıq. Belə az-az qaynadıb, bir-iki dəfə qaynadıb eləyirəm, hazırlayıram. Tam bir dəfə bugün gürcü xəngəl eləyirəm. Xəmiri yoğurmuşam artıq. Xəmirində var un, su, duz, bir də bitki yağı. Amma daş kimi yoğurmalıyıq da. Bu hələ özünə gəlib yarım saat eləmişəm. Etap yoğurulur da, onları xırda-xırda göstərmədim. Bu isə ətdir, mal əti, qoyun əti, quyruq, keşniş, bir də sarımsaqla soğan vururum. Biraz suyunu mən az vururam, çünki xəngəl bişəndə ət içində yığılır, su olan, çox olanda da, например, səni aldadır, çoxlu ət qoyursan, elə bilsən ki, ət çoxdur içində. İsti ilə təmasda sırası yığılır, xəngəlin özü də palas kimi olur. Yekə xəngəl, içində də ət yoxdur, ona görə qədərində vururam, çox vurmuram. Elə ləzzətli olur, həm ətin tam dadını, xəmirinlə eyni miqdarda alırsan. İnşallah etap eləyəcəm, çəkəcəm. Böyle biraz karıştırdık. Yapışmasın. Hazırdır. Kalanlarını da büküp marazikiye koyacağım. Bu kadar yumurta yine. Demiş kalan fincanlarımız da dondu. Bunları da koyacağım. Sonra bunları da rahat olur, sonra istifadə etmək. Hazır artıq. Bir də yoğurt. Doldurum. Bunda kızım küçük. Böyle siparişlerim var. Bugün geldi. Onlar da size. Şampun. Liseden almışım. Bu gel. Duş için gel. Sonra yine şampun olmalı. Bu da duş geli de diyorsan. Ha. Sonra duş geldi. Geldi. Bu şampundu. Yani pis değiller. Benim hoşuma gelir yani. Bir tek benim saçım tökülür yani fark etmiyor açığı. O da geldi duş için. Göründüğü kimi artık marketlerde bunlar həddindən artıq baha olmağa başlayırlar. Ona göre burada sərf edib sifariş vermək. Nəyin gördüm. 2 dənə elə ballı almışam. 2
bir dənə aloe. Bundan istifadə etmişim. Amma bunlardan ilk dəfədir. Bunların da ətri çox gözəldir. Sonra diş pastası 4 dənə. Böyle 4 dənə sifariş verdim. Bunlar da bildiğiniz kimi 5-6 manatdır. Ona göre 100 millidir. Bunlar yaxşıdır. Sonra bu kişi üçün şampundur. Həm geldi duş üçün. Dişlər üçün maşallah hamısı bir arada. Sonra qovaltı sprey. Bu isə yüz qırxmaq üçün pena. Bu da lasyondur. Yüz qırxmaqdan ötürü. Bu boyda şeyə vermişəm 52 manat. Sonra da 51, 66, 52 manat vermişəm.